Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün sosial şəbəkələrdə baxıram, təəccüb doğurur, vallahi təəccüb doğurur. Hamı düşübdü Ramiz Mehdiyevin üstünə ki, bu ermənidir, bu satqındır, bunun yoldaşı hansısa bir erməni təşkilatı açıb, bu bizim vətən xainidir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu deyilənlər düzdür. Amma vaxt var idi. Vaxt var idi. 20 il bundan qabaq, 18 il bundan qabaq. Mən özümü öldürürdüm. İtiraz aksiyası keçirirdim ki, bu ermənidir. Heç kim nəzərə almırdı. Və hamı məni suçlu çıxardırdı ki, sən nə danışırsan, Ramiz Ənvəroviç kimi insan yoxdur. Bunlardan biri də Misir Mərdanovdur. Deməli, Ramiz Mehdiyevin bir amalı, bir kamalı olur. Nəyin bahasına olursa olsun Mehriban Əliyeva hakimiyyətə gəlməsin. Mən bunu 2011-ci ildən bilirəm. Mehriban Əliyeva hakimiyyətə gəlməsin və onun üzərində iş aparıblar ki, sosial şəbəkələrdə, ondan sonra kütləvi informasiya vasitələrində Mehriban Əliyeva haqqında yetərincə əxlaqa layiq olmayan siyasi formada mı demək olar, bəlkə siyasətdən kənar mı təbliğatlar aparmaq lazımdır. Və bunu aparırdılar. Bunlardan biri də Misir Mərdanov idi. Təhsil naziri Misir Mərdanov. Mən niyə özümü öldürürəm? Mən heç vaxt şikayət eləmirəm. Mən mübarizəmi davam etdirəcəm. O ki, deyirdiniz, əxlaqına toxunurdunuz Mehriban Əliyevanın, şərəfinə toxunurdunuz Mehriban Əliyevanın, namusuna toxunurdunuz. Siz bu cür sifət, 2 sifətli, 10 sifətli, 20 sifətli adamlarsınız. Və sübut eləməyə çalışırdınız ki, Ramiz Ənvəroviç elə bir insandır, dahi şəxsiyyətdir. Və bunu da göstərirdiniz də. Amma Mehriban Əliyeva haqqında bir dəfə də olsun, bir dənə müsbət fikir deməmişsiniz. Bəlkə demişsən Misir Mərdanov, 15 il təhsil naziri işləmişsən. Ömründə ola bilməz. Və digərləri. Unibankın rəhbəri. Mehriban Əliyevanın əxlaqına toxundunuz, şərəfinə toxundunuz, namusuna toxundunuz, ləyaqətinə toxundunuz, Paşayevlərin kimliyinə toxundunuz. Eyni zamanda Misir Mərdanov kimi siz də. Mən mübarizəmi davam etdirəcəm və sübut eləyəcəm ki, siz bunları elə-belə deməmişsiniz. Siyasi arenada bugün ola bilər ki, gedərsiniz, diz çökərsiniz, ayaqlarından öpərsiniz, sizi qəbul eləyər və bu ailə ilə siz münasibətinizi yaxşılaşdıra bilərsiniz. Amma siz xəyanətkarsınız. Eyni zamanda Unibankın rəhbəri, onun idarə heyətinin üzvləri, onun işçiləri, mən dəfələrlə mübarizə aparmışam. Prezident Administrasiyası Məktublar Şöbəsinin müdürü Əli Həsənov, sən onlardan da betər 200-düsən. Sənin haqqında mən Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazova müraciət eləmişdim. Əli Həsənov, siz idiniz də bu kampaniyanı aparan. Amma siz prezidentin ətrafıydınız. Bax, məni yandıran odur ki, prezidentin ətrafı onun xanımının şərəfini, ləyaqətini, namusunu təhqir elətdirir. Ölkə rəhbərinə çatmır. Hardan çatsın ki? Ancaq bugün sosial şəbəkələr çox sürətlə inkişaf eləyibdir və bunların hamısı çatacaq. Mən inanıram. Bu yolda Ramiz Mehdiyev də cəzasını alacaq. Misir Mərdanov da, Əli Həsənov da, onların ətrafı da, evimi də itirə bilərəm, maşınımı da itirə bilərəm. Lap mənə ölümünə qədər döyə də bilərsiniz, təhqir eləyə bilərsiniz. Nə eləyirsiniz, eləyin. Bunu Mehriban Əliyevaya çatdıracam. Bunu bil. Qoy ondan sonra o bilsin və sizin kimliyiniz üzə çıxsın. Və siz nətər insan, nətər məxluq olduğunuz bilinsin və ondan sonra siz indi bu dəqiqə Ramiz Mehdiyev haqqında ağzınıza gələni danışırsınız. Ayıb olsun. Deyərdiniz, bundan əvvəl deyərdiniz də və çıxıb mən etiraz aksiyası keçirəndə niyə demirdiniz onda? Onda deyirdiniz Ramiz Ənvəroviç deyə ağzınızı elə qırağını da belə necə lazımdır silirdiniz ki, yəni ki, siz böyük adamlarsınız. Siz çox səviyyəsiz, siz ikiyüzlü və ləyaqətsiz insanlarsınız. O Ramiz Mehdiyevi kimlər müdafiə eləyirsə və cəzanızı alacaqsınız. Narahat olmayın, tezliklə alacaqsınız.